Yəqin ki, bu darvazadan, bu ağlaydan, dəyərli izləyicilər, görürsünüz ki, ev həqiqətən dəyərli, keyfiyyətli, çox mükəmməl, gözəl bir həyət evini sizlərə təqdim edirəm. Xahiş edirik videomuzu sona qədər izləyəsiniz. Zəhmət olmasa bu küçəni də göstər. Mağazinin, mərkəzi yolun yaxınlığında, qapısına qədər asfalt, ətrafı tam yaşayışlı, gözəl bir ərazidə, mükəmməl, dosta, qardaşa layiq bir gözəl həyət evidir. Zəhmət olmasa gəl bir evin xarici görünüşünü də göstərək. Gördüyünüz kimi bu belə mükəmməl, gözəl bir xarici görünüşü olan, həqiqətən tərifə layiq bir evdir dəyərli izləyicilər. 3 mərtəbə axtardığımız gözəl, mükəmməl həyət evi. Evimizin həyətyanı sahəsini tam ətraflı şəkildə bir dənə göstər. Gördüyünüz kimi həyətinə 6-7 maşın rahat şəkildə yerləşir. Ümumi 4 sot yarım torpaqda tikilib. Sənət evin də torpağında kubsası var. Dəyərli izləyicilər, nəzərinizə çatdıraq ki, evimiz küşlərdən kolon riger, monolit betondan tikilib. Hər bir mərtəbəsi monolit betondur və xahiş edirik videomuzu sona qədər izləyəsiniz. Evin bütün məlumatlarını sizin nəzərinizə çatdıracağım. Və burada gördüyünüz kimi izolyasiya olunmuş 15 tonluq içməli su baseyndi. Su birbaşa filtrdən evə keçir. Və burada gördüyünüz kimi şəlaləsi var. Burada çox mükəmməl, gözəl bir söhbətgahıdır və burada yay mətbəxi yığılıbdır, mebelinə yığılıb təchiz olunubdur. Həqiqətən çox gözəl, mükəmməl evdir. Hər kəsə qismətdir, Allah xeyrin versin və keçən evin yan arxa tərəfində sizin nəzərinizə çatdırıb. Ümumi bir dənə də buradan həyətyanı sahəsini göstər. Görsün də dəyərli müştərilərimiz görsün ki, həqiqətən geniş həyətyanı sahəsi var. 4 sot yarım torpaqda tikilmiş çox gözəl, mükəmməl həyət evi. Zəhmət olmasa gəl indi evin arxa hissəsində göstərin. Burada deməli, hörmətli izləyicilərimiz, həyətində arxa hissədə, yəni evin 4 tərəfinə keçib hərəkət etmək olur. Burada həyətində gördüyünüz kimi tam təmirli şəkildə ayaq yolusudur. Burada texniki otağın yeridir. Monolit betonlandır bu da və bütöv ağlaydı və evin arxasına buradan da yanına keçmək olur. Zəhmət olmasa indi keçək evin daxilin təqdim edək, dəyərli müştərilərimiz izləsin. Evimizin də qiyməti səhifəmizdə telefon nömrəmiz var. Nömrəmizlə əlaqə saxlaya bilərsiniz və şərh bölməsində də yazıb bildirə bilərsiniz. Və evimizin qiymətini sizə təqdim edərəm. Gəlin, zəhmət olmasa gəl bir dənə də. Burada gördüyünüz kimi girişdə çox gözəl, mükəmməl bir dəhlizimizdir. Bax, belə bir gözəl dəhliz var burada. Sağda, solda qardirobdur. İkinci, üçüncü mərtəbəyə qalxan pləkanımızdır. Zəhmət olmasa gəl buradan qonaq otağımızda göstərir. Burada gördüyünüz kimi kamin peçidir yığılıb. Evimizin daxilində bəzi əşyalarımız qalacaq dəyərli izləyicilərimiz. Qiymətini də yenə də deyirəm, səhifəmizdə əlaqə nömrəmizlə əlaqə saxlayıb sizə bildirə bilərik. Və burada gördüyünüz kimi gözəl bir geniş xolu var. Həqiqətən çox gözəl, mükəmməl bir evdir. Döşəmə isti poldur, monolit beton, riger kolonla tikilmiş gözəl həyət evi. Birinci mərtəbədə geniş, zövqlə təmir olunmuş mətbəximizdir. Bax, belə mətbəxi də tam rahat şəkildə bir dənə zəhmət olmasa göstər. Evin daxilində bəzi əşyalar qalacaq, digər əşyalar götürüləcək qiymətə daxil. Birinci mərtəbədə yerləşən burada ayaq yolusudur. Bir dənə zəhmət olmasa buranı da göstər. Gəl. Gəl indi yuxarı mərtəbələri göstərək. Pləkanımız mərmər daşla üzlənilib, betonla yığılıbdır, mərmər daşla üzlənilibdir. Dəyərli izləyicilər, evimizin yerləşmə ünvanı Xırdalan şəhəri, Xırdalanda Milyonerlər məhəlləsində çox gözəl, mükəmməl bir ərazidə. Evin özü ərazisindən gözəl, ərazisi evdən gözəl. Bax, burada ikinci mərtəbədə gözəl bir dənə xoldur. Üçüncü mərtəbəyə qalxan pləkanımızdır. İlk öncə burada yataq otağı ilə sizlərə təqdim edib, tanış eləyib. Gördüyünüz kimi burada çox gözəl, işıqlı belə bir yataq otağımız var. Gördüyünüz kimi həqiqətən tərifə layiq gözəl bir həyət evidir. Videomuzun dəqiqəsi biraz uzun gedir, üzrü sayın dəyərli izləyicilər. Bu detalların hamısı bir-bir sizə göstərməkdə məqsədimiz odur ki, bu evin keyfiyyətinə, dəyərinə qiymət verəsiniz. Və gördüyünüz kimi də burada da çox gözəl, keyfiyyətli bir geniş işıqlı yataq otağımız var. Zəhmət olmasa gəl bu otağı da göstərək.
Növbəti bir yataq otağımız da burada yerləşir. İkinci mərtəbəmizdə hamam otağı, tuj kabinası, jacuzzi yığılıb dəyərli izləyicilər. Həqiqətən tərifə layiq bir evdir. İnşallah yaxından gəlib bu evi görsəz, görərsiniz ki, həqiqətən keyfiyyət sözün deyir. Və burada yenə də ayaq yolusudur. Qalxaq indi 3-cü mərtəbəyə, mansardla da tanış olaq. Gördüyünüz kimi, dəyərli izləyicilər, həqiqətən adamın ürəyi açılır. Buna heç mansard da demək olmaz. İstəsəz, burada çox gözəl əlavə otaqlar da otaqlara bölüb istifadə edə bilərsiniz. Hündürlük 3 metr 60 santı bura qədərdir. 3.60 bura qədər, harca 4 metr o tavanın yuxarı hissəsinə qədərdir. Yəni istədiyiniz kimi burada bölüb otaq kimi ayırıb istifadəyə verə bilərsiniz və geniş belə işıqlı mansard kimi də açıq qala da bilər. Burada bar üçün yeridir, mətbəx üçün yeridir yəni burada. Gördüyünüz kimi evin içərisində də bəzi əşyalar qalacaq, digər əşyalar götürüləcək. Qiymətimiz səhifədə əlaqə saxlayasınız nömrəmizlə qiymətimizi də deyə bilərik. İzlədiyiniz üçün təşəkkür edirik.